إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Allah subhanahu ve teala buyurur Kur'an-ı Kerim'de وَعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينُ. Sana ölüm gelene kadar Rabbine ibadet et. Ve elhamdülillah biz indiki zamanda Şaban ayındayıq. Ve artıq demək olar ki bir 8-9 gün Ramazan ayına qalıb. Və necə ki Şaban ayını Ramazan ayının müqəddiməsi sayırlar. Yəni Şaban ayı nədir? Sanki zöhrdən qabaq olan nafilə ibadət. Biz zöhr namazına hazırlaşırıq və Şaban ayı da odur. Hazırlaşırıq. Və Ramazan ayı gəlir. Və Ramazan sözü, Ramadanu sözü nə deməkdir? Mənası nədir? Və alimlər arasında hərəsinin bir sözü var, mənası var. Və şək yoxdur ki, buna dəlil yoxdur. Və ümumən bu məsələdə kimləsə mübahisə etmək, kimləsə nəsə isbat eləmək ehtiyac yoxdur. Çünki biz əmr olunmuşuq nəyə? Quran və sünnəyə tabiçiliyə. Quran və sünnə gəlibsə, götürüb əməl edirik. Yoxdursa, artıq o məsələdə mübahisə etməyik. Və gəlir ki, bir mənalardan biri Ramazanın mənası ki, o ayda, Ramazan ayında günəşin şiddətli olması, qızmar olmasıdır və ona görə də Ramazan sözü Ramada sözündən götürülür. Yəni qaynar, isti, şiddətli deməkdir. Və bunu Fərrayn Nuhas, yəni alimlərdən ikisi deyib bunu. Və ikinci mənasını gətirirlər ki, Ramazan ayında, yəni Ramazan insan oruclu olduqda orucunun qarnı, bətni, içi qaynar olur və susuzluq yaranır onda. Susuzluq yaranır və buna görə də Ramazan adlanır. Necə ki bunu Əl-Qadi İyad rahimehullah qeyd edir. Və bəziləri gətirir, necə ki Suhari gətirir rahimehullah, gətirir ki, mənası odur ki, o ayda, yəni üçüncü mənası gətirirlər ki, o ayda yəni günahların silinməsidir, günahların yanmasıdır. Ramada sözü yanmaq deməkdir. Və o mənada götürürlər ki, Ramazan ayında günahlar nə olur? Silinir. Yəni günəş yandırdığı kimi, yəni müəyyən bir şey nəyisə yandırdığı kimi, o ayda da, o günlərdə də nədir? Günahlar silinir. Və Ramazan ayı bəllidir ki, nə ilə biz xüsusiləşmişik? Oruç tutmaqla. Və o ayın, mübarək ayın fəzilətləri var. Və gəlir ki, hədisdə ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Mə min abdin yəsumu yawman fi səbilillahi azza və cəl illə ba'adallahu azza və cəl bi zəlikə yawm vəcəhəhu anin-nar 70 xarifə. Muttəfəq aleyh. Buxari Müslimdə. Gəlir ki, Allah yolunda kim bir gün oruç tutarsa, Allah subhanahu və teala onun üzünü 70 il məsafədən, uzaqlıqdan üzünü cəhənnəm odundan uzaqlaşdırar. Və bəli, bu hədisin mənasında bəzi alimlər gətirirlər ki, fi səbilillah sözü yəni nə deməkdir? Allah yolunda. Yəni Allah yolunda sözü gətirir burada gətirirlər bəzilər cihadda. Yəni cihadda vuruşduğun zaman, döyüşdə olduğun zaman oruç tutarsansa, bir gün kimi o gündə, o döyüş zamanı oruç tutarsa, Allah subhanahu teala onun üzünü cəhənnəm odundan 70 il məsafədə uzaqlaşdırar. Və bəziləri deyir ki, bu ümumludur. Kim yəni Allah üçün, Allah razılığını qazanmaq üçün tutarsa, Allah subhanahu teala onun üzünü cəhənnəm odundan 70 il məsafədə uzaqlaşdırar. İkinci gəlir ki, Ramazan fəzilətlərindən ki, neyinir? Ən əzəmətli ibadətlərdən də oruc və insanı cənnətə daxil etdirir.
Necə ki, gəlir ki, Ən Əbi Umamətə Bəhili radiyallahu anhu qal, Ya Rasulallah, dulləni alə əməlin ədxul bihil cənnə. Qal, aleyke bistiyam ilə mütlələ. Gəlir ki, Əbu Umamə Bəhili radiyallahu anhu gəlir ki, deyir, ey Allah Rasulullah, mənə elə bir əmələ yönət ki, bununla mən cənnətə girəm. Elə bir əmələ yönət ki, bununla nə deyir, cənnətə girəm. Və Allah Rasulü sallallahu aleyhi və səlləm deyir ki, sənin üzərində oruç tutmaq və onun mislində heç bir şey yoxdur. Yəni, bu nəyə göstərir? Bu göstərir ki, cənnətə girmək səbəblərindən biri nədir? Oruç tutmaqdır. Və onun heç bir, yəni, orucun mislində heç bir əməl yoxdur. Necə ki, hədisdə gəlir. Üçüncü fəzilətlərdən gəlir ki, hədisdə, Əbu Hüreyrədən gəlir ki, məşhur hədis, böyük hədisdir. Allah Rasulü sallallahu aleyhi və səlləm deyir ki, Allah Subhanahu sözünü nəql edərək, yəni Allah Subhanahu deyir, qal Allah, hədis ilahidir. Kullu amal ibn Adam lahu. Hər bir Adəm oğlunun əməli özünə aiddir. Yəni etdiyi əməlin müqabilindəki mükafat özünə aiddir. İllə siyam, orucdan başqa. Fə innehu li. Həqiqətən o oruc mənə aiddir. Kim deyir buna? Allah Subhanahu taala. Allah Subhanahu taala özünə isbat edir ki, orucun mükafatı mənə aiddir. Və ana əczi bihi. Və mən də nədir? Onun mükafatını verəcəm. وَالصِّيَامُ جُنَّةٌ. Oruc qalxandır. وَإِذَا كَانَ يَوْمُ صَوْمِ أَحَدِكُمْ فَلَا يَرْفُثْ وَلَا يَسْخَبْ. Və kim sizdən birimizin orucu olarsa, o gün oruclu olarsa, pis sözlər mənasında, yarfuz söz, ya pis, xoş sözlər, pozğun sözlər işlətməkdir. İkinci mənası isə yaxınlıq etmək. Yəni, yaxınlıq zövcənlə və yaxınlıq etmək. Və lə yəsxab, səs-küy qaldırmasın, yəni səs bağırmasın, qışqırmasın o mənada. Fə in səbəhu əhədun əv qatələhu fəliyəqul imrun saimun. Və deyir ki, kimsə onu, oruclu olduğu halda, kimsə söyərsə, ya onunla vuruşmaq istəyərsə, vuruşarsa, qoy desin ki, mən orucluyam. Yəni, mən o kişiyəm ki, orucluyam. وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ. Muhammedin onun əlində ona and olsun. لَا خُلُوفُ فَمِ الصَّائِمِ أَتْيَبُ عِنْدَ اللّٰهِ مِنْ رِيحِ الْمِسْكِ. Oruç tutanın ağzındakı o qoxu Allah qatında müşk iyisindən, müşk qoxusundan qat-qat gözəldir. لِسَّائِمِ فَرْحَةً يَفْرَحُهُمَا. Və oruç tutanın üçün, oruç tutan iki sevinci var. O iki sevinclə o sevinir. İzə əftara fərih, orucunu açanda sevinir, xoş olur. Və izə ləqiyə rabbəhu, və Rəbbinlə görüşəndə və orucun tutmasını sevinir. Və baxın, bu hədis həm əhkam var burada, həm fəzilət var və əsas fəzilətlərdən də biri nədir? Ki, oruç tutanın mükafatı kimdədir? Allah Subhanahu wa ta'alandır. Və insana bir fəxrdir, bir şərəfdir ki, Allah Subhanahu wa ta'ala onun orucunu etdiyi əməllərdən seçir, yəni fərqləndirir. Və onun mükafatı xas olaraq Allah Subhanahu wa ta'ala onu verir. Sonra gəlir ki, وَسِيَمُ cünnə. Yəni, oruc qalxandır. Və bəzi alimlər gətirir nədən? Qalxan nədən? Şəhvətdən, şübhədən. Bəzi gətirir, qalxan nədəndir? Səni qoruyur nədən? Günahlardan. Və doğrudan da oruc tutan kəs, orucu olduğu hal günahlardan uzaq olur. Və Allah Rasulü sallallahu aleyhi və səlləm deyəndə ki, sizdən birinizin orucu olduqda yaxınlıq etməsin, səs-küy qaldırmasın, pozğunluq etməsin, pis sözlər danışmasın. Və bunun üçün həmçinin nə daxildir? Təəssüf görsən ki, bəzilər nədir? Oruclu olduğu halda bütün günü vaxtını lağlağı, boş-boş keçirdir, orada, burada, ya yatmaqla, ya müəyyən bir şeylərlə. Şək yoxdur ki, oruclu olan kəsin damarları sıxılır və şeytan onun qanında hərəkət edə bilmir. Və hərəkət edə bilmədiyi üçün də artıq nədir? O halda daha çox ibadət edə bilir, daha çox ixlaslı olur, daha çox Allahın qabağında rəzil zəlil olur. Və o halda onun etdiyi ibadətlərin mükafatı şək yoxdur ki, Allah qatında çoxdur.
Və baxın, ədəblərdən də biri nədir? Kimsə onu söyərsə, kimsə onu təhqir edərsə, kimsə onu alçaldarsa, kimsə onunla vuruşarsa, əl qaldırarsa, nəsə edərsə, onun etdiyi əməl nə olmalıdır? Mən orucluyam. Vallahi bu mühüm sözdür. Mən orucluyam. Burada riyakarlıq deyil. Bu riyakarlıq deyil. Yəni bu həqiqi olaraq sünnədir ki, Allah Resulü sallallahu əleyhi və səlləm bizə deyir ki, yəni sən ona deyirsən ki, mən orucluyam. Mən bu sənin etdiyin əməllərin qarşılığını heç nə vermək istəmirəm. Və mən bu əməl etməklə Allah üçün edirəm bu orucu və orucumu təhqirlə, alçatmaqla, sənə hansı bir cavab verməklə pozmaq istəmirəm. Necə pozmaq? Yəni naqisləşdirmək. Yəni savabını naqisləşdirmək istəmirəm. Və Muhammed sallallahu əleyhi və səlləm and içir. And içir ki, nəyə? Ki, oruc tutan ağzındakı olan birisi nə iyidir? İstərsin xoş olmayan bir iyidir. Vallahi təfəkkür eləyən, tədəbbür eləyəndə ki, o müşk iyisi hərdən indi bilməm, dünyada olar iştirak görmüşlər, bir 100 metrdən hiss edirsən müşk iyisi bile. Gəlir bir gözəl iyi gəlir, uzaqdan hiss edirsən o iyini. Və Allah qatında isə o müşk iyisindən qat-qat gözəl iyidir. Nə iyi? Oruclu olduğun halda oruclunun ağzındakı olan o iyi. Oruçda iki dənə sevinci var. Yəni oruc açlıqda. Birinci nədir? O zaman ki iftarına çanda. Alimlər nə gətirirlər? İki dənə məna gətirirlər burada. Birinci məna gətirirlər ki, o zaman ki orucunu açanda, bu tövhiddir əslində. Bu çox ən birinci məna, bu dediyim məna ən gözəl mənadır. Ki orucunu açanda Allah həm deyir ki, Allah subhanahu wa ta'ala onu müvəffəqiyyət verdi orucunu tamamlamağa. Yəni Allah subhanahu ona nəsib etdi orucu tutmağa. İkinci məna gətirirlər ki, nədir? İnsanın yemək gördükdə artıq o yemək içindəki orucunu açması, sevinməsi və o halda sevinir. Və ikinci şey dedik nədir? Sevinç, hansı sevincdir? Rəbbinlə görüşəndə. Rəbbi ilə görüşəndə sevinəcək. Nəyə görə sevinəcək? O Rəbbin ona hazırladığı mükafatlarını gördükdən. Dördüncü, Allah subhanahu wa ta'ala oruç tutanlar üçün xüsusi cənnət qapısı qeyd edib onlar üçün, xüsusiləşdirib. Və o cənnət qapısının adı nədir? Rayyan. Rayyan qapısıdır. Və hansı ki o qapıdan heç bir kəs girməyəcək oruç tutanlardan başqa. Heç bir kəs girməyəcək. Necə ki, gəl. Ən-Səhl radiyallahu anhu ən-Nəbi sallallahu aleyhi və səlləm qal, İnnə fil cənnəti bəbən yuqalu ləhu rayyan. Yədxulu minhu saimuna yevməl qiyamə la yədxulu minhu əhədun qayruhum yuqalu əynə saimun fəyəqumun la yədxulu minhu əhədun qayruhum fəidə dəxalu uğliqə fələm yədxulu minhu əhədun. Subhanallah. Baxın, necə əzəmətli bir hədisdir. Gəlir ki, Səhl radiyallahu anhudan ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurur. Cənnətdə Rayyan deyilən bir qapı var. Rayyan deyilən bir qapı var. Və qiyamət günü o qapıdan oruç tutanlar girəcək və heç bir kəs girməyəcək. Yəni heç bir kəs girməyəcək, ancaq oruç tutanlar girəcək. Və deyiləcək, oruç tutanlar hardadır? Oruç tutanlar hardadır? Və onlar ayağa duracaqlar. Kimlər? Oruç tutanlar. Və ora onlardan başqa, yəni o cənnət qapısına onlardan başqa heç kəs girməyəcək. Və onlar ora girdikdə, onlardan başqa, yəni ora girdikdə qapılar bağlanacaq və artıq ora heç bir kəs girə bilməyəcək. Yəni qapılar, o cənnətdə olan qapı bağlanacaq və heç bir kəs girə bilməyəcək. Və hansı sahabədir ki, bütün qapılardan girə cənnətdə? Əl-Bəkr. Baxın, subhanallah, necə Əl-Bəkr bütün xeyr əməllərdə var ki, o qapılardan hamısından girəcək. Və ona görə biz də etməliyik, çalışmalıyıq, biz də Əl-Bəkr kimi bütün qapılardan girməyə çalışmalıyıq. Və həmçinin də Ramazan ayının, mübarək ayının fəzilətlərindən biri nədir? Bu ay Quran ayıdır. Quran ayıdır. Və necə ki biz bilirik, Ramazan ayında Quran tam olaraq, kamil olaraq nədir? Enib. Hara enib? Səmadakı olan İzlə beytinə, evinə, hansı ki 7-ci səmadakı olan İzlə evinə enib orada
o Quran və sonra isə az səmadan endirilib kimə? Muhammed sallallahu aleyhi və səlləmə. Necə ki, gəlir Quran-ı Kərimdə Şəhr-ü Ramadan əlləzi unzilə fihil Quran hudən linnəs və beyyinətin minəl hudə vəl furqan. Gəlir ki, Ramazan ayı o ayda Quran endirilib insanlara hidayət olaraq və hidayətdən və furqandan bir açıqlama kimi. Yəni Ramazan ayı nədir? Necə ki ayda gəldi, insanlar üçün hidayətdir. Və həmçinin də bir onların hidayətinə və furqanına, furqan edir, haqla batili ayıran meyar. Onlar üçün açıqlamadır. Yəni bu Ramazan ayında bəllidir ki, Quran haqdır, furqandır, hidayətdir və hər bir şey insana haqla batili ayıran bir kitabdır. Beləcə ki, başqa ayda gəlir. Və qalə Teala İnnə ənzəlnəhu fi leyləti qadr. Biz o Quranı nədir? Qədir gecəsində endirdik. Və düzdür, biraz əqidə mövzusuna keçim ki, biraz bilək. Yəni, Quran Qədir gecəsində enib, tam olaraq. Amma hara? Dediyimiz kimi, Beytül İzdəyə, 7-ci səmadakı olan ora. Və Levh-i Məhfuzda tam olaraq Quran-ı Kərim var. Və sonra isə nədir? Cəbrail, Allah s.ə. Cəbrailə deyib və sonra isə Cəbrail isə Muhammed sallallahu aleyhi və səlləmə və 23 ərzində yavaş-yavaş indirib. Yəni, bu dünyada Quran-ı Kərim şək yoxdur ki, 23 ərzində enib. Amma 7-ci səmada isə artıq enmişdir. Və necə ki, qəyər Allah Rasulü sallallahu aleyhi və səlləm Ramazan ayında Cəbrailə 2 dəfə Quranı yenəmişdi, təkrar etmişdi. Bu da göstərir ki, necə ki, Allah Rasulü sallallahu aleyhi və səlləm Ramazan ayında Qurana həvəslənməsi, yəni yönəlməsi idi. Və həmçin Ramazan ayının fəzilətlərindən gəlir ki, kim ki bu mübarək ayı imanla və savabını umaraq orucunu tutarsa, onun keçmiş günahları bağışlanar. Və həmçinin gecə namazlarını qılarsa, onun keçmiş günahları bağışlanar. Gəlir ki, hədisdə ki, Mən sama Ramadanı və qaməhu imən və ihtisəbənğufirə ləhu mə təqaddim min zəmbi. Kim Ramazan ayın orucunu və gecə namazını imanla və savabını Allahdan umaraq edərsə, yəni bunları edərsən, orucunu tutarsa və gecə namazını qılarsa, onun keçmiş günahları bağışlanar. Və şək yox ki, buradakı olan imanə nə deməkdir? Yəni, cəzmlə Allaha inanır ki, Allah Subhanahu taala bu orucu ona vacib etdirib, hökm etdirib və eyni zamanda gecə namazını ona şəriət etdirib və hökm etdirib, o mənasını yəni, təsdiqləyir. Və ihtisabən nə deməkdir? Yəni, orucun və gecə namazının savabını Allahdan umur. Və kim bu niyyətlə edərsə, nəsə burada gedir həmçinədir ixlasdan. İxlas və şək yoxdur ki, cəzm olaraq gətirdiyi iman. Kim bunu edərsə, gecə namazını və orucunu tutarsa Ramazan ayında, onun keçmiş günahları bağışlanar. Və həmçinin bu Ramazan ayında, mübarək ayda xüsusi bir gecə var. O xüsusi gecə 1000 aydan xeyirlidir. Gəlmir ki, 1000 ay kimidir. Yəni xeyri. 1000 aydan xeyirlidir. Bu mühüm sözdür. 1000 aydan xeyirlidir və bu ayda mələklər və ruh enir. Ruh burada nədir? Cəbrail. Nədir? Rəbbin izni ilə. Və o gündə, yəni həmən o gecədə, nədir? Fəcrə qədər, fəcr çıxana qədər, nədir? Salamat olur. Yəni bu nəyə göstərir? Göstərir ki, artıq Qədir gecəsinə vaxt başlayır, çox adam onu qəflətdə qalır. Elə bir gecə vaxtıdır, yox. Qədir gecəsi məğrib girəndən fəcrə kimidir. Məğrib girəndən, yəni məsəl üçün hər bir gecə ən az 20-ci gecədən başlayırıq, düz axıra kimi. Məğribdən düz fəcrə kimi etməliyik? Ən azı ixlaslı olaraq 1-2 dənə gözəl əməl etmək. Şərt deyil, sən gecəni yatmayasan, beyin sönsün, gəlib qəflətdə və bilmirsən nə deyirsən, o şərt deyil. Şərt olan nədir? 1-2 dənə gözəl əməl et, amma nədir? Allah üçün et. Və həmçinin gecə namazı. Çox adam görsən ki, əsasən indi Kəbənin yanında.
23 rükət qılır və ayaq üstü zorla durur. Yuxluyur, mürgülüyür və görürsən ki, zor ayaqdan namaz qılansan ki, bu nə idi? Deyinir, məsələn, yüngül var deyinmək, yorulmaq və s. Görürsən ki, bu şeylər nədir? Artıq ziddir. Çünki əməl nə olmalıdır? Xalis Allah üçün olmalıdır və gözəl şəkildə olmalıdır. Və sən onu 2 rükət orada namaz qıl, 100 min savabı qazanaraq. 2 rükət qıl, daha tədəbbürlə, daha təfəkkürlə, qəlbin oyaqla, Allah hiss edərək qılmaq daha əfsəldir. 23 qılıb qəlbin başqa yerdə olmaqdan. Və gəlir ki, nə? Həmçinin Allah Resulü sallallahu aleyhi və səlləm nə deyir? Deyir ki: "İzə kana awwal leylatin min şehr Ramazan" Suf ilə şey yapın. Və Ramazan ayının ilk gecəsində şeytanlar nə olur? Bağlanır. Və gəlir ki, əsasən nə deyir? Cinlərin ən gücləri. Və bu da ləfsdə gəlir cinlərin ən gücləri. Və cəhənnəm odu qapıları bağlanır və heç bir qapı açılmır. Və həmçinin də cənnət qapıları açılır və o qapılar heç biri də bağlanmır. Və bir carçı çağırır. Ya bəğiyəl xayr aqbil. Çox mühüm hədisdir. Və bu həmən ilk gecədə, Ramazanın ilk gecəsində artıq bir carçı çağırır. Ey xeyri istəyən, ey xeyrə can atan, xeyrə yönəl, xeyrə tələs. Və ya bəğiyə şər, ey şərri istəyən, ey şərri can atan, ey şərə meyl eləyən, yəni pisliyə. Əqsir, neynə? Azab, tərk et. وَلِلَّهِ اُتَقَاءُ مِنَ النَّارِ Və Allahın üzərində daima o gecələrdə cəhənnəm odundan azad olanlar var. Yəni Allah Subhanahu üzərinə götürür ki, nədir? Cəhənnəm odundan xilas olanlar var. وَذَلْ كُلَّ لَيْلَ Və bu nədir? Hər gecədir. Yəni hər gecə Allah Subhanahu taala cəhənnəm odundan nədir? Xilas edir. Yəni onları çıxardır ki, onların o hansı ki onların haqqı, onların əsli o idi ki, cəhənnəmə girməsi, Allah Subhanahu taala o gecədə onları cəhənnəmdən neyir? Xilas azad edir. Bunun müqabilində baxın, şiddət var, təhlükə var, təhdid var. Bu çox əzəmətli bir hədislərdəndir. Və gəlir ki, çox adam bu hədisi bilmir hətta. Kim ki Ramazan ayının orucunda səhlənkarlıq edir. Kim ki Ramazan ayında oruç tutur, amma səhlənkarlıq edir. Bunun üçün cəza var. İndi baxın, kim ki oruç tutmur, onun cəzası necə ola bilər? Və gəlir ki, hədisdə ki, Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, Beynə ənə nəim ətəni rəculən. Deyir ki, mən yatdığım halda iki kəs gəlir yanıma. Fəəxədə bidəbə'əy. Və mənim qolumdan tutdular o ikisi. O iki kişi mənim qolumdan tutdular, apardılar. Fəətəyə fi cəbən va'ra. Və mənə çətin qalxan bir ağacın dağın yanına gətirdilər. Fəqalə is'at. Mənə dedilər ki, qalx yuxarı. Yəni dağa qalx. Fəqult inni la utiquhu. Allah Resulü sallallahu aleyhi və səlləm dedi ki, mən bacarmıram. Yəni qalxa bilmərəm bu dağa. Fəqal innə sənusəhhiluhu lək. Və iki dənə o kəs, yəni bəlli bir mələklərdir onlar. Deyir ki, biz sənin üçün onu asanlaşdıracaq. Yəni sən qalx, sənin üçün asanlaşdıracaq qalxmağa. Fəsa'idtu. Və qalxdım. Hətta izə kuntu fistəvayil cəbəl izə bi əsvatin şədidə. Deyir ki, dağın başına qalxdıqda şiddətli uyultu səsi eşitdim. Uyultu, yəni bağırmaq səsi gəl, əzəmətli bir səs gəl. Qultu məhədilə əsvat. Və dedim ki, bu nə səsdir? Bu nə uyultudur? Qalu hədə uva'u əhlinnə. Bu cəhənnəm əhlinin uyultusudur, səsidir, səsküyüdür. ثم انطلق بي فإذا أنا بقوم معلقين بعراقيبهم. Və sonra mən aparıldım biraz qabağa, yəni və bir qövm gördüm və bir kəsləri gördüm. Onlar ayaqlarının belə deyək, ayağın arxa hissəsinin damarlarını, vətər bağlarını deyək də, o tərəfindən asılmış vəziyyətdə gördüm. Və ağızların çənəsi yarılmış vəziyyətdə gördüm ki, o ağızlarından qan axır. Dedim ki, kimdir bunlar? Yəni asılmış vəziyyət. Ayaqlarına asılıb, damarlarından və arxa ayaqlarının damarlarından asılıb və ağızlarından nədir? Parçalanmış, ağızları parçalanıb və ağızlarından qan axır. Dedim, bunlar kimdir? Qal əlləzîne yuftirûne qablə təhəlləti səvmihim.
deyir, orucların bitməmişdən öncə oruclarını açandır. Yəni, orucun vaxtı bitməmişdən öncə oruclarını açan kəslərdir. Baxın, subhanallah, subhanallah, baxın, çox mühüm hədis. Yəni, orucu tez açan, səhlənkarlıq edən ki, dözə bilmirəm, ya müəyyən bir şeyə görə neyinir, orucunu açır. Ki, açıram orucu. Belə cahillər var. Vaxtı, yəni günəş batmamışdan qabaq, nədir? Orucunu açır. Heç fikirləşmir ki, şəriətə uyğundur, ya uyğun deyil. Onun ölməyə etdiyini tutduğunda bilin ki, orucu mənim budur. Və bunların cəzası ki, nədir? Onlar ayaqlarından, o ayaqların və tərlərindən, o damarlarından asılmış vəziyyətdə, ağızları yarılmış vəziyyətdə qan axaraq bunların cəzası bu olacaq. İndi baxın, o kəslər ki, Ramazan ayında oruç tutanlar halın. Hətta Şeyx Albani Rahimullah gətirir ki, əgər oruç tutanlar, hansı oruç tutanlar səhlənkar oruç tutub və bunun cəzası varsa, baxın, namaz qılmayanlara halınız olacaq. Namaz qılmayanların cəhənnəm odunda necə əzablar olacaq. Hansı ki, onu Allahdan başqa heç kim bilmir. Subhanallah, bihamdika, əşhədu an la ilahə illə əntə, əstəğfiruka və etûbü ilayk.